Bura hara sayılır? İndi elə bir evə girəcəm ki, uşaqlar 4 gündə acdılar. 2 qız uşağı deyir 4 gündə acıq. Evin vəziyyəti ortadadır. Dostlar, Yeni Yasamalda Mida binalar var. Bax, orada bir dənə məhəllə var, Kasıb məhəllə. Qızlar necəsiz? Yaxşı. Yaxşısınız. Adlarınız nədir? Fatimə. Fatimə salam. Məryəm salam. Necəsiz? Yaxşı. Neçə gündür ac idik, sizi gözləyirdik. Nə deyir? Deyir ki, neçə gündür ac idik, sizi gözləyirdik. Neçə gündür yemək yemirsiniz? Xanım, adınız nədir sizin? Albina, bəli. Haralısınız? Qusar. Qusardansınız. Vəziyyətimiz- Burada kiraya qalırsınız. Bəli, kirada qalırıq. Vəziyyətimiz biraz zəifdir, yəni çətindir. Uşaqların yəni burada kirayədə güclə birtəhər böyüdürəm. Yəni heç nə bilmirəm. İstəyirəm bu uşaqların nə yediyinə baxaq. Dünən bugün. Gəlin bura uşaqlar. Burada bugün nə yemişsiniz? Kartof kızardı bir yemişik. Kartol qızartmışsınız, yemişsiniz. Evlərinin patoloqu bax bu vəziyyətdədir. Yağış deyəsən içəri yağır. Nə istəyirsən alsın əmi sənə? Evə bazarlıq. Aycan, Evə nə salmaq üçün. evə nə salmaq? Sən nə istəyirsən ürək? Mən də. Uşaqlarım acdır neçə gündür. Çətinliklə indi qonşular kömək edir bu. Yan qonşumuz kömək edir bizə. Mən yekə qızı məktəbdən gətirəndə avariya düşmüşəm. Maşın vurubdu məni. Başımın sağ tərəfi plasmasdır. Yəni təbii Orada. sümük deyil. Bəli. Hə, həmən insan sizə əməliyyat etdirir. Həmən insan məni əməliyyat elətdiribdi. Vəziyyətim 3 həftə koma yatmışam. 2 ay yaddaşımı itirmişəm. Uşaqlarımı, ailəmi tanıya bilmirdim. Gələndə yanımdan qovalayıb çıxardırdım. Gedin anavızı axtarın. Ağlaya-ağlaya çıxırdı. Yəni 2 aydan sonra yaddaşım yerimə gələndən sonra qayıdıb gəldim ailəmin içinə. Gəlin yanıma, gəlin. Hər evə gedəndə sizlərin 5 manat, 10 manat üst-üstə yığılır. Birinin paltar yuvanı, birinin xaladelnik, birinin kirayəsi verilir.